Bu video dərslik sizə 3 ədəd robotu hazırlanmaqda yardım edəcək. İlk olaraq biz FlySky pultunu resetləyib ilkin halına gətirməliyik. Menyudan Stick Mode 3-cü variantını seçirik. Əgər sizə digər mod uyğundursa, istədiyiniz modu seçə bilərsiniz. Və AUX switch yerində bütün switchləri qoşub kanalların sayını 10'a çatdırırıq. Açdığımız switchləri pultun lazım olan düymələrinə yönəldirik. Burada sizə hansı uyğundursa, onu da qoşa bilərsiniz. Pultun üzərində düymələrdə yazılır. Və kanalların display hissəsində mərkəzləşməsinə baxırıq. Motor driverin pinlərini lityum bataryamıza uyğunlaşdırırıq. Bu mütləqdir. Ən vacib və həssas məsələ servo motorların 180 dərəcədən 360 dərəcəli servoya çevrilməsidir. Servonu açırıq və videoda göstərildiyi kimi modifikasiya edirik. Bu böyük dişli çarxın kənarında olan plastik məhdudlayıcını kəsirik. Lehimləyicinin ən nazik olan başlığını ona keçiririk. Lehimləyicini qızdırıb bu dişli çarxın ortasının dəliyini genişləndiririk. Bu zaman çox incə olun, çünki həddindən çox genişləndirmək olmaz. O qədər ki, çarx keçdiyi valın üzərində rahat fırlana bilsin. Nazik burğac ilə də aça bilərsiniz, lakin çalışın plastik çartlamasın. Lehimləyici ilə əridən zaman dəliyin kənarlarına çıxan şişləri kəsici ilə təmizləyirik. Və dəfələrlə yoxlayırıq ki, çarx valın üzərində rahat fırlansın. Siz ora maşın yağı da damcılada bilərsiniz. Və əsas olaraq servoların hazırlanması zamanı ən vacib məsələ onun potensiometrinin pultun düyməsinin 0 nöqtəsinə uyğunlaşdırılmasıdır. Bunun üçün mütləq motor driver ya da Arduino ilə hazırladığımız idarəetmə sistemindən istifadə edirik. Pultun ekranında düymənin 0 nöqtəsini görmək üçün display yerini açırıq. Servo pinini hansı kanala qoşmuşuqsa, həmin düyməni sağa sola çevirib servonun motorunun fırlanmasını müşahidə edə bilərik. Servonun potensiometrinin 0 nöqtəsini tapmaq üçün çox incə sağa sola ehmalca itəliyirik. Bu zaman servonun kiçik motorunun fırlanması tamamilə dayanmalıdır. Əgər motor sağa ya sola fırlanırsa, deməli potensiometr hələ ki 0 nöqtəsini tutmayıb. Potensiometrin 0 nöqtəsində servonun motoru tam dayanmalıdır. Pultun düyməsini sağa sola fırladanda servonun motoru da sağa sola fırlanıb, buraxanda isə tam dayanmalıdır. Şəkildə yaşıl ilə göstərildiyi yerlərə kley tökmək olar, qırmızı ilə göstərilən yerə isə kley tökmək olmaz. Potensiometr sıradan çıxa bilər. Bu potensiometri bir nöqtədə bərkitmək üçündür. Siz super kley və sodadan istifadə edə bilərsiniz. Bu zaman çox ehtiyatlı olun. Soda və kleyi çox cüzi tökün. Həddindən artıq tökmək olmaz. İlk öncə potensiometrin arxasından bərkidin. Öndən kley və sodanı tökərkən videodakı kimi mütləq potensiometrin pin olan hissəsindən tökün. Əgər yuxarı hissəsindən töksəz, potensiometr sıradan çıxacaq. Bayaqki şəkilə qayıdıb yenidən baxa bilərsiniz. Çalışın kley və soda potensiometrin üzərinə çıxmasın, içərisində qalsın. Və bir daha pult vasitəsilə servonun
sağa, sola fırlanmasını və ortada tam dayanmasını yoxlayırıq. Potensiometri servonun içərisində olan öz yerinə yerləşdiririk. Potensiometrin dişli çarxlarını geriyə öz yerlərinə yığırıq. Yığdıqdan sonra bir daha yoxlayırıq. Servonun idarə edici çipini yerinə yığırıq. Siz burada potensiometri həm pinləri yuxarı istiqamətə, həm də aşağı istiqamətə yönəlmiş formada yerinə qoya bilərsiniz. Bu sizin öz istəyinizə bağlıdır. Və servonu yığdıqdan sonra bir daha yoxlayırıq. DC motorların arxasındakı platanı ayırırıq. VD40 vasitəsilə təmizləyirik. Bunun üçün siz adi benzindən də istifadə edə bilərsiniz, lakin VD40 daha rahatdır. Motorun dəliklərindən maddəni onun içərisinə fıskırtırıq. Motorun təmizlənməsi üçün bir damcı kifayət edir. 5-6 saniyəlik cərəyana qoşub işlədirik. DC-DC konverter lövhəsinin radiatorunu bu videodakı kimi çipin üzərinə yapışdırmanız mütləqdir. İndi isə keçirik robotun gövdəsi və digər hissələrinin quraşdırılmasına. Gördüyümüz tırtıl çarxlar üçün olan zənciri mismar və superkley vasitəsilə birləşdirməlisiniz. Burada diqqət edəcəyiniz məsələ sadəcə mismarları keçirərkən kleyin yalnız mismarın başlıq tərəfindən bir damcı tökməyiniz kifayətdir. Çox töksəz hissələr bir-birinə yapışacaq. Ona görə də elə edin ki, kley sadəcə mismarın baş tərəfinə yapışsın və zəncir kimi olsun. Burada tank formasında olan robotun gövdəsinin yapışdırılma qaydasını izləyə bilərsiniz. Çalışın termokleydən düzgün istifadə edin və videoda göstərildiyi kimi xətt formasında künclərlə sürüşdürün. Çalışın termokley həddən çox tökülməsin. İndi isə tank üçün təkər hissəsinin quraşdırılma ardıcıllığına baxa bilərsiniz. Sağ və sol yerləşdirmə məsələsinə diqqətlə baxın. Burada bolt üçün 3 dəlik var, lakin siz 2 bolt da istifadə edə bilərsiniz. Əsas məsələ hər dəliyin öz yerinə oturmasıdır. Burada isə balans çarxının quraşdırılmasına baxa bilərsiniz. Burada xüsusilə sağ və sol fərqlərinə diqqət edin. Bu dayaqları isə siz çalışın bolt vasitəsilə bərk edin. İndi isə təmizlənmiş DC motorları gövdəyə bərk edin. Gövdə əgər 3 mm-lik taxtadan düzəldilibsə, boltları 6 mm-dən çox qoymayın. Çünki içəridəki dişli çarxlara toxunub DC motorları sıradan çıxara bilər. Təkərləri motorun valının kəsik hissəsi ilə eyniləşdirib yerinə keçirin və boltları ehmalca sıxın. Ön təkərləri yerinə keçirib boltlarını sıxın. Amma çalışın çox sıxmayın ki,
həmən təkərlər yerində rahat fırlansın. Burada isə tırtıl dartan çarxları göstərildiyi kimi sağ-sol istiqamətlər üzrə düzgün yerləşdirin. Bu boltları çox sıxmayın ki, həmən çarxlar öz yerlərində rahat hərəkət edə bilsin. Burada məhdud edici boltları yerinə bağlayın. Elə edin ki, boltun bir hissəsi yuxarıda qalsın. Çarxlar ona toxunub dayana bilməsi üçün. Və adi pul rezini ilə həmən qolun sonunu boltla birləşdirin ki, amortisator rolunu oynaya bilsin. Gördüyünüz kimi biz tırtıllı zənciri yerinə taxırıq. Əgər zəncir həddən çox uzundursa, zəncirdən 1-2 lazım olan qədər hissəni ayırırıq ki, zəncir və amortizator yerinə yaxşı otursun. Gördüyünüz kimi zəncir və tırtıllı təkər bir tərəfli hazırdır. Hər iki tərəfi hazır edildən sonra kənara qoyuruq. Növbəti gövdəmiz tırtıllı təkərli maşın gövdəsidir. Burada eyni tank yığdığımız kimi termokleydən istifadə edərək yapışdırırıq. Eyni formada DC motorları lazım olan yerlərinə taxıb boltda bağlayırıq. Və tankda olduğu kimi burada da amortisatorlar öz yerinə eyni qaydada taxırıq. Təkərlərin dayaqlarını da eyni qaydada taxırıq və boltla bərkidirik. Çarxları yerinə keçirib boltla bərkidirik. Amma tam bərkitməyin, çünki həmən çarxlar yerində rahat fırlanmalıdır. Eyni tankda olduğu kimi sadəcə balaca olan dişli çarxı yerinə taxıb boltunu bərkidirik. Tankda olduğu kimi burada da zənciri öz yerinə keçirib amortisator vasitəsilə yerinə otuzdururuq. Sağ və sol tərəfin zəncirlərini eyni qaydada taxırıq. İndi isə keçirik maşının ön hissəsinə. Burada gördüyünüz kimi əsas dayaq olan hissəni yerinə taxırıq. Burada siz kleydən də istifadə edə bilərsiniz, amma mən bolt məsləhət görürəm. Sükan üçün olan servonu yerinə taxırıq. Rezin təkərləri də öz yerlərinə taxıb boltlarla bərkidirik. Eyni qaydada çox bərkitmirik ki, təkərlər yerində rahat fırlansın. Sükanın əsas dayağını da yerinə bərkidirik. Boltları çox sıx vırıq ki, yerində rahat fırlansın. Servonun plastik başlığını öz hissəsindən keçirib, onu da boltla bərkidirik və ona olan dayağı da öz yerinə bərkidirik. Sadəcə burada diqqətli olun ki, boltlar çox sıxılmasın. Çünki servoları fırlatan zaman o boş olmalıdır. Və tırtıllı maşınımız hazırdır. İndi isə qolların bərkidilməsinə baxaq. Bu qol 4 servolu olan qoldur. Aşağı hissədən balaca dairəvi hissəni bolt vasitəsilə dişli çarx hissəsinə bərkidirik. Lakin çox sıxmaq olmaz, boş olmalıdır ki, yerində rahat fırlansın.
və modifikasiya etdiyimiz servonu öz yerinə bərkedirik. Burada da servonu çox sıxmaq olmaz. Elə edin ki, rahat qalsın və rahat fırlana bilsin. Servonun özünün qara plastik hissəsini kəsib ona uyğun olan hissəyə keçiririk. Servonu aşağı hissədən bərkidib, yuxarı hissəsindən isə onun dişli çarxını ona bağlayırıq. Bu zaman çalışın ki, dişli çarxlar bir-biri ilə rahat kontaktda olsun. Bu hissəni bağladıktan sonra pult vasitəsilə yenidən yoxlayırıq ki, rahat fırlanır, yoxsa yox. Başlayaq qolun digər hissələrini bir-birinə keçirməyə. Gördüyünüz qara servo hissəsini yenidən həmən hissələrə uyğun olan hissə üçün kəsib yerinə keçiririk. Burada çalışın qara plastik hissələr öz əndazəsindən kənara çıxmasın. Qolun başlıq olan hissəsini yerinə bərkidirik. Burada yenə də servonun boltlarını bərkidəndə çox sıxmayın. Videoda göstərilən həmən hissəni servonun ağız hissəsinə bərkidirik. Burada servonu öz boltundan istifadə edin. Boltu bağlayandan sonra onun rahat fırlandığını bir daha yoxlayın. Qısqacların üzərində olan işarələrinə görə onları öz yerinə yerləşdirin. Elə edin ki, qısqaclar eyni anda tən ortada birləşsin. Daha sonra dirsək hissəsini öz yerinə bolt ilə bərkidin. Dirsəkdən qola olan hissəyə servo tutacağını düzgün yerləşdirin. Videoda göstərildiyi kimi. Burada da boltları tam axıra qədər sıxıb, daha sonra biraz boşaldın ki, yerində rahat fırlansın. Qolun əsas hissəsini yerinə keçiririk. Bolt vasitəsilə bərk edirik. Lakin çox bərk sıxmayın. Boltları bağladıqdan sonra termokley vasitəsilə qayqaları tərəfini yapışdırın ki, onlar yerindən çıxmasın. Və sonda qol və dirsək hissəsini bir-birinə videoda göstərildiyi kimi boltla bağlayın və termokleyi yaddan çıxartmayın. Qolun bu tərəfinə də servo tutan hissəni bağlayın. Və ona aid olan servonu yerinə bağlayın. Servonun ağız hissəsinə yapışdırılan detalı bolt vasitəsilə bərk edin servoya. Həmən bu hissəyə keçən hissəni isə ona keçirəndən daha sonra yerinə bərk edin. Hər bir halda boltları müəyyən qədər boş saxlayın ki, onlar öz yerində sərbəst hərəkət edə bilsin. Burada da eyni formada boltları bağlayıb hissələri yerinə keçirin. Servolar gücə düşüb sıradan çıxmasın deyə adi pul rezinləri ilə onlar üçün xüsusi ayrılmış hissələrə dartıb yerləşdirin. Bu qolun əlavə yük olan zaman servoların xarab olmasının qarşısını alır.
qolumuz hazırdır və pult vasitəsilə bir daha servoları ayrı-ayrılıqda hər birini yoxlayırıq. Burada isə ikinci növ qolu eyni formada dişli çarxlarını bağlayırıq və servoları öz yerinə yerləşdiririk. Burada da əvvəlki kimi eyni prinsiplər olur. Taxtaları videoda göstərildiyi kimi yerləşdirin və boltlarını bağlayın. Çalışın hərəkətli hissələrə birləşdirilən boltları çox sıxmayın ki, həmən hissə hərəkət edə bilsin. Və yenə də əgər qayka varsa, onları termokley vasitəsilə yapışdırın. Bu gördüyünüz başlıq 3 qısqaclı başlıqdır. Hər birinin öz yeri var. Bu qısqacların üzərində olan rəqəmlərə görə hər birini öz yerinə yerləşdirin. Burada da boltları çox sıxmaq gərək yoxdur. Eyni formada servonun qara plastik hissəsini yerinə keçirib boltu da servonun özünə bərkidirik. Videoda edildiyi kimi siz də belə edin. Boltları bağlayandan sonra bir daha yoxlayın ki, bütün qısqaclar eyni anda bağlanıb və açılsın. Başlığın servosunu yerinə keçirib boltlarını bağlayırıq. Və başlığı qolun öz hissəsinə bərkidirik. Əvvəlki qolda olduğu kimi burada da eyni hissələri, servonu və onun fırlanan hissəsini eyni formada yerinə bağlayırıq. Çalışın bu videoya diqqətlə baxın. Və ikinci növ qolumuz da hazırdır. Yenə eyni əvvəlki qolda olduğu kimi rezinləri yerinə keçirin ki, servolar gücə düşməsin. İndi isə tamamilə digər növ bir qola nəzər salaq. Burada da qısqacları videoda göstərildiyi kimi yerinə keçirin. Və əvvəlkilərində olduğu kimi hər qısqacın öz yeri var. Boltları tam axıra qədər bərkitməyin ki, qısqaclar yerində rahat fırlansın. Qısqacların düzgün oturması üçün onların hər birini eyni formada yerinə yerləşdiririk və videoda göstərildiyi kimi boltdan bağlayaraq. Bağlayandan sonra bir daha yoxlayın ki, qısqaclar eyni anda açılır və eyni anda bağlanır. Qolun digər hissələrini bu videoda göstərildiyi kimi bağlayın
Qolun digər dişli çarx hissəsini onun üst hissəsinə bolt ilə bərkidin. Uzun burulğan olan hissəni öz yerinə keçirib aşağıdan uzun bir bolt ilə yerinə bərkidin. Amma çalışın o da boş qalsın ki, yerində rahat fırlana bilsin. Bu hissəni taxtaya eyni əvvəlki qollardakı kimi yerinə keçirin. Sonra köməkçi uzun hissəni yerinə bolt ilə bağlayın. Böyük servonun dişli çarxı olan hissəni yerinə keçirin. Servonun oturduğu yeri də öz yerinə bağlayın. Böyük servonu öz yerinə oturdan zaman 2 bolt ilə bağlamaq da kifayət edir. Və burada gördüyünüz kimi əsas hissələri bir-birinə fırladaraq keçirin. Və budur, forklift formasında olan qolumuz hazır. Burada tank formasında idarə olunan robotun Arduino və digər elektron komponentlərin sxematik forması ilə tanış ola bilərsiniz. Bu naqilləri quran zaman son dərəcə diqqətli olun. Burada Arduino'nun digital pinlərindən pultun resiverinə gedən kanallara baxırıq. Mütləq videoda göstərildiyi kimi pinləri qoşun. Siz 5-ci kanalı hər hansı istədiyiniz resiverin bir kanalına qoşa bilərsiniz. Bu sizin öz istəyinizə asılıdır. Aşağıda isə biz L298N driverinin pinlərinin Arduino ilə birləşdirilmə sxeminə baxırıq. Burada da kanalları səhv salmayın. Driverin groundundan Arduino'nun grounduna bir pin atın. Burada batareyadan gələn naqilləri sxemdə göstərildiyi kimi qoşun. Burada müsbət və mənfi kabelləri düzgün qoşun. DC konverterdən çıxan 5-6 volt arası olan naqili resiverin win və ground pininə taxa bilərsiniz. Servolara gedən müsbət və mənfi naqilləri də elə resiverdən götürə bilərsiniz. Arduino'nun analog pinlərini servoların siqnal pinlərinə bu formada taxa bilərsiniz. Arduino'nun öz win və ground pinlərinə həmin bu resiverdən gələn naqillərdən qoşa bilərsiniz. Tank və maşın stilində olan robotların qoşulma pinlərinə baxa bilərsiniz. Burada A4 kanalı yalnız maşın forması üçün idarə edici servoya qoşulur. Tank robotuna bu servo yoxdur. Bu sxem isə maşın formasında olan robot üçündür. DC-DC konverterdən, receiverdən, Arduino'dan, driverdən və motorlardan, servolardan ibarət olan bir sxem. Bu sxemdə əvvəlki sxem ilə demək olar ki, eynidir. Sadəcə bir analog A4 kanalına əlavə idarə edici servo qoşulur. Bu sxemi quraşdıran zaman
bütün sxemlərin groundlarını bir-birinə qoşmağı yaddan çıxartmayın. DC-DC konverterdə mütləq ekranında 5,5-6 volt arası bir göstərici olmalıdır. Servoların maksimal götürə biləcəyi voltaj 6 voltdur. Əgər sizin servolar daha çox voltaj götürə bilirsə, artıra bilərsiniz. Lakin receiverin voltajını və Arduino'nun Win pininə verilən voltajını nəzərə almağınız lazımdır. Bütün Arduino sistemini qoşmamışdan öncə mütləq pinləri termokley vasitəsilə yerinə kleyləyin ki, yerindən çıxmasın. DC-DC konverteri Arduino və digər komponentlərə qoşmamışdan öncə mütləq onun çıxış voltunu bir daha yoxlayın. Əgər DC konverterin çıxış voltajı artıq yaxud əskik olarsa, mütləq üzərindəki potensiometr vasitəsilə 5,5-6 volt arası redaktə edin. Və bundan sonra DC konverterin çıxışını digər komponentlərə qoşa bilərsiniz. Burada pult vasitəsilə servoların hərəkətliyini bir daha redaktə edin. Redaktə etmək üçün siz pultun menyusunda olan display hissəsinə keçid edə bilərsiniz. Siz pultun menyusunda subtrim yerinə keçid edərək orada dayanmadan fırlanan servoları redaktə edə bilərsiniz. Baxın, burada biz subtrim vasitəsilə servonun 0 nöqtəsini tapırıq. Burada da digər bir servonun 0 nöqtəsini subtrim vasitəsilə tapırıq. Pultun menyusunda hər hansı bir dəyişikliyi yadda saxlamaq üçün cancel düyməsini sıxıb saxlayırıq. Bütün bu manipulyasiyaları edəndən sonra bir daha yoxlayırıq. Servolara qoşduğumuz pinləri termokley vasitəsilə bərkilirik ki, yerindən çıxmasın. Və digər komponentləri də termokley vasitəsilə yapışdırırıq.
robotun üzərinə onun qol sistemini termokley vasitəsilə bərkidin. Bu zaman mən sizə superkley məsləhət görmürəm. Əgər nəsə dəyişiklik lazım olsa, termokleyi spirt vasitəsilə üzərinə fıskırdaraq yerindən qoparda bilərsiniz. Qolu qoşandan sonra pult vasitəsilə bir daha yoxlayın. Burada düymələri siz özünüzə uyğun olaraq seçə bilərsiniz. Pultu qoşan zaman bütün düymələrin öz yerində olmasına nəzarət edin. Əgər hər hansı bir düymə yerində olmasa, qol yaxud digər hissələr öz-özünə hərəkət edə bilər. Pultu işə salıb düymələri sıfır yerinə qoyandan sonra robotu işə sala bilərsiniz. Bu isə ən sadə variant olan bir sxemdir. Resiverdən, motor drayverindən ibarət olan sadə sistemdir. Servoların pinləri birbaşa olaraq resiverə qoşulur. Resiverin hər bir kanalı onun müəyyən edilmiş bir servonun idarə edilməsi üçündür. Bu zaman siz pultun üzərində olan düymələri istədiyiniz formada qoşa bilərsiniz. Burada siz hətta 6 kanallı resiverdən də istifadə edə bilərsiniz. Lakin bu zaman siz cəmi 3 ədəd servodan ibarət olan qoldan istifadə edə bilərsiniz. Bu çox sadə sxemdir və istifadə edilməsi də rahatdır. Və sonda robotların işləməsinə baxa bilərsiniz. Burada robot qara gördüyünüz hissəni qutunun üzərindən götürüb digər bir sahaya aparıb orada yerinə qoymalıdır. Bu ikinci növ robot və ikinci növ qolumuzdur. Bu da forklift formasında olan robotumuz qara hissəni qutunun üzərindən götürüb digər sahaya aparıb yerləşdirməlidir. Robotu işlədən zaman çalışın hissələr bir-birindən çıxmasın, burada gördüyünüz kimi. Burada isə həmən forklift formasında olan robot qolun düzgün işləməsinə baxa bilərsiniz. Bu robotları düzəldən zaman sizin baza elektronika bilgiləriniz olması vacibdir.